Assalamu alaikum əziz dostlar. Bugün gözəl Zaqatalamızın Tala kəndində. Elə bir ki, atəsi dostlar, gözəl bir ev satışa çıxır. Gözəl bir evimiz satışa çıxır inşallah. Dostlar, atəsində Moyka, yem satma dükkanı, peşə məktəbi, iki tərəfində iki məktəb var. Sağında, solunda. Sabah inşallah kim alırsa uşaq məktəbə göndərməli rahat. İdarələr, kənd seveti binaları buradadır dostlar. Yolda burada hər gün marşrut işləyir. Hər gün burada marşrut işləyir. Zaqatala, Tala, yəni iki tərəfli marşrut işləyir. Şəhərə də yaxındır. Çox münasib, çox gözəl evlər. Fındıq həyəti axtaranlar. Mənə yazanlar deyir, Ramiz deyir, həyətdə fındıq varmı? Fındığı da var. Evdə təzə evlərdir, super evlər. 150-200 metr içəri girirsən, bu küçədə evlər satışa çıxır. Evi gəlin sizdən tanış edin. Gəlin. Və dostlar, gəldik küçənin sonuna. 150 metr içəri gəldik. Darvazalar görür, super darvazalar yığılıb. Bismillahirrahmanirrahim deyib. Həyətə daxil olub. Dostlar, həyətdə geniş də həyəti var. Geniş, super həyəti var dostlar. Deməli, üzüm, kivi, gülü, xurması, ağac boldur dostlar. Gilası, meyvəsi. Baxın, bax burada dam. Burada damdır, heyvan saxlamaq üçün. Balaca bir dənə damdır. Burada maşın üçün garajdır. Buranın maşın üçün garajdır. Maşın sala bilərsiniz inşallah bura. Yəni sahibləri Bakıda yaşıyor. Öz işi ilə əlaqədar sahibləri Bakıdadır. Talada, Tala, Zaqatala dostlar, arada fərq yox. Yəni ki, oturdun, evdən çıxdın, 5 dəqiqə şəhərdəsən. Super yerdir. Baxın, həyat necə geniş həyat var dostlar, baxın. Gəl. Kivi. Gözəl kivisi. Qazı, suyu, işığı. Pasteyanlı. Özə dostlar, həyətdə bulağı da var, krantı. Dağ suyu gəlir, həmişə dağ suyu var. Deməli dostlar, burada Naves olasıdır. Navesin fermaları var. Naves fermaları var burada. Naves fermaları inşallah fikirləşir ki, yəni inşallah kim alacaqsa bu Naves eləyə bilər. Və dostlar, evin önünü görürsünüz. Geniş həyəti var, geniş. Dostlar, evin önünü görürsünüz. Ev təzə tikili evdir. Evin içində bütün şəraitləri var. Ev içində hamamı, sanuzeli, sanitar qovşağı, hamısı var dostlar. Naves yerini gördünüz. Qəşəng həyətdə otursan, çay içər, Navesin altda. Bir də gözəl yaşıl həyət. Və dostlar, palmaları, gilası, əzgili, xurması. Bax, həyət üçün, həyət sanitar qovşağı. Gəl yaxından bir dənə çək. Həyət sanitar qovşağı, kafeli vurulub, suları çəkilib hazırdır. Fındıq bağı, göstər, atəsi fındıq bağıdır. Suyu da dağ suyudur. Baxın, dağ suyudur. Yəni, pasteyanın dağ suyu var. Gəl və buraya inşallah buranı göstər. Nar ağacları, dostlar, nar ağacı. 30 top fındıq var. Özü də, yəni, sahibinin dediyinə görə qəşəng də bitirir. Qəşəng də fındıq olur. Deməli, yəni o sahibinin elə bir işi var ki, mütləq Bakıda yaşamalıdır. Burada əmələ gəlmir. Yaşayırlar Bakıda, ailəsinə. Və dostlar, xurması, meri meyvəsi, alması, armudu. Baxın. Baxın bir dənə sakit, bax. Dostlar, sərin. Otur, istirahət elə. 30-35-40 dərəcə istidə burada stol qoy. Otur, istirahət elə, çay iç. İstirahət elə. Və bəli dostlar, bu da qəşəng. İndi inşallah və dostlar, bax da girişdə qəşəng belə dəmir qapı. Bismillah deyib girək inşallah. Gəl. Qəşəng kafeli döşənir. Dostlar, bax. Bir otaq. Bir dənə otağın içini bir dənə fırla. Bu otaqda bu mebel qalır. Yəni istəyən adam pulunu verib saxlada bilər, yoxsa sahibi götürəcək bu otaqdakini.
Və gəl bura. Kuxna mebel dostlar. Bax, kuxna mebel qalır. Yəni sahibi verir pay. Xaladenik deyir, əlavə pul versə soyuducunu, yəni ki, əlavə pul versə saxlada bilirəm. Paltar yuyan maşın sahibi pay verir. Bax, gəl bir dənə sanatar qovşanı san üzərində çək. Hamam hazırdır dostlar, işləyir orada. O tərəfdəki ayısı sağ ol. Sanatar qovşanı san üzərində. Gəl bura. Dostlar, interneti, qazı, suyu, işığı, hər şey yaşamaq. O bir ikinci otaqda bu. Burada da həmçinin bəzi əşyalar qala da bilər, yəni əlavə pulunu verib götürə bilərsiniz. Bax, burada evin paltar artıq nəyinisə yığmaq istəyirsinizsə, burada yəni ki, ola bilər paltar ütüləmək üçün nə istəyir istifadə edə bilərsiniz. Belə bir dənə balaca yerimiz də var. Koridorda bir dənə bu tərəfə çək, koridor. Ayısı, qəşəng koridoru var. Və burada da qonaq otağı kimi oturub istifadə edə bilərsiniz. Peş qalır, qazı çəkilir, bütün hazır evdir, hazır. Buranın da televizorda qala bilər, götürə bilərsiniz. Yəni əşyalar qalır, bunlar qalır. Nətər məsləhətdir inşallah. Və dostlar, gələk bu koridorda inşallah bir dənə ətraflı göstər. Baxın dostlar, gözəl Zaqatala alanında, gözəl Tala kəndində yerləşən bu evimiz, Allahın izni ilə sahibi deyir ki 90.000 manata verirəm. İnşallah razılaşma yeri var. Ona görə ki 90.000 nətər? Bax, 25 sot həyət, qəşəng fındıq bağı, qəşəng meri meyvəsi, üzümü, özü naves bir dənə firmaları da var, hazır. Naves də qoyulsa, hamısı qoyulsa hazırdır. Ev də hazır, təzə evlərdir. Yer laminat qəşəng, patologu, hər şey təzə evdir, interneti, hər şey var, dağ suyu gəlir. Yəni dostlar, 90.000 deyilir, İnşallah aşağı yeri var. Yəni razılaşma olacaq. Kupçası var. Yəni alana da, satana da Allah xeyirləsin. Bir dənə nömrəni sizə vurğulayım. 050 583 46 15 070 583 46 15 nömrəsinə əlaqə saxlayın dostlar. Xahiş edirəm, real alıcılar zəng eləsin ki, narahat eləməyin də. Ev sahibi, yəni iş adamıdır, Bakıda yaşayır. Yəni ki, kimin fikir varsa, kim gəlib baxmaq istəyirsə, nömrə ilə əlaqə saxlayın. Gəlin inşallah. Alana da, satana da xeyirli olsun. Sağ olun dostlar.